Salam dostlar, bugün sizlerle birlikte bakın hile izleyeceğim Delta. Buradan mesela Fly Allah Fly V3 yazırıq ve bakın buna basırıq. Hop, buradan keçmək olmur ama bakın. Keçəndə geri qaytarır. Yerin altına da girə bilirik. Belədir. Hala biraz da bir şey var. Bundan tabi ki qutara bilməz. Tez bunu bura qoyuruq. Gəlirik. Void var. Burada yazılıdır, mən də çox yazıram deyə. Void var. Yazsınız. Void var open. Void var. İndi birazdan gələcəkdir. Bir dəqiqə. Tez bir gəlsin. Dostlar köldəyəm. Ona görə birazdan səs gələ bilər. Hə, burada bir şeylər var. Prosto mən bunu bilmirəm. Mən ən çox bunları işlədirəm. Məsələn, baxın indi. Bir dəqiqə bu qırmızı rəng olsun. Hə, oldu. Mən buna basıram ən çox. Aura. 2 auraya basıram. Hamısını öldürür. Nə gəlir qabağıma. Amma bunu bəzən örtürəm. Amma ən yaxşı budur. Baxın. Bring Stove deyə bir şey var. Bakın. 57 tane şey getirdi. Direkt yani fulluyur. Bakın hele. Bir dakika. Yeriye bilsem acar. Bakın yani direkt 4 seviye. Görək. O tarafa zat düştü biraz. Bu tarafa belirlesek. Neyse yani 5 seviye 4 seviye ol. Ne deyir ha bu? Ha 5 oldu dostlar. Yani çok asan bir şəkildə birinci günə 5 səviyyə elədik. Hələ biraz da şanslı olsanız 6 səviyyə də eləyə bilərsiniz. Sonra buradan seçməlisiniz. Medkitlə bandaj. Gəlirsiniz. Bir items nədir Allah? Bandajı. Bir items. Medkit. Yoxdur. Yəni biraz belə haritada gəzməlisiniz də. Məsələn mən biraz belə bir gəzim. Həm biraz vaxt keçməlidir. Ondan sonra yəni istədiyiniz şeylər gəlir. 12 dənə bandaj gəlmişdi mənə. 4 dənə də medkit. Yəni belə yaxşı şeylər olur. Yəni kultis yəni 5 saniyəyə zat desək ki 50 saniyə 50 olmaz. 20 saniyəyə yəni qutara bilərsiniz kultis yerini çox rahat bir şəkildə heç canınız getmədən. Məsələn, burada başqa nə özəlliklər var? Teleport var. Bu betadır amma yəni chest belə şeylər zat var amma bunlar beta deyil. Teleport ola bilirsiniz evə. Cup Stronghold gedə bilmirik. Burada gedə bilmirik. Burada. Aha, hara gəldim? Teleport Anvil. Anvil haradır? Oo, bura ışınlanabilirik. Hiç ben bunu tanımamıştım dostlar. Bir tane test kampa ışınlana. Burada en çok ben Dive Farm'ı sevirəm. Çünkü bakın. Bir dakika. Yan gördüğünüz kimi. Her şey eləyir. Neyse bəsdir. Bəsdir lan. Dayanmır. Yani biraz böyle şey eləyə Çünkü alır getirir de. Biraz gözləyək. Görək nələr gəlir. Aslında her şey geldi orada. Prosto indi görsənməyəcəkdir də. Çünkü biz indi belə bir oyun kasır da. Aslında geçək bir kompüteriniz zat olsa kasmayacaqdı sizdə. Çünkü mənim telefonum yani çok da güclü deyil də. Yani bakın 359 oldu ateşimiz. Bu səviyyə oldu. Həmişə də bu gəlir uzaylı zırhı niyəsə. Ağaçlar da öz-özünə qırır. Dive Farm'a çıxdı deyə. Ha, birazdan sonra o saxlayır. Yani belə həmişə görsənməyəcəkdir də. Qoyuyorum bunu. Bu nədir? Neyse bunu ben ne varım.
Sonra performans yazat bilmirəm mən bunları. Burada yine birinci strofizat gəldik. Buradan çoxlu şeyler alabilirik. Ama biraz vaxt keçməlidir də. Yəni dediyim kimi vaxt keçəndən sonra hər şey alabilirsiniz. Kultis gətirə bilirik. Ama biraz sonra da yani bazı şeyler gətirə bilirik. Bunlar mesela direkt gəlir. Bu metal şey açısından sıkıntınız olmasın. Bir de buradan istediğinizi seçsiniz. Alırsınız. Bakın hamısını seçtim tutaqçı. İndi hamısını seçirəm, bəziləri gəlmir. Çünkü haritada olmur da bəziləri. Ama çok şey gələcəkdir. Siz burada hamısını seçin. Gələcəkdir çoxlu şeyler. Mesela mən burada hamısını seçirəm, görün nələr gələcəkdir. Bakın hamısını seçtim. 60 tane bir şeyler geldi. Burası heç özüm də bilmirəm nə gəlir də. İndi baxacağıq. Güçlü balta alacaq hər şey gəldi dostlar. Buna baxın. Diken vücudu. Yani her şey gəlir. Onun hamısını seçin. Her şey gələcəkdir belə bu şəkildə. Işın tabancası bile gəlir. Ama bu məndə var deyə ala bilmirəm. Mesela burada güçlü baltazat, silahlar. Her şey gəlir. Bu kadar da. Yani tanıtım elədim. Mən bununla 180. günüydüm, uzat geldim. Sonra yanlışlıkla öldüm. Yani bir şey denirdim, öldüm. Çok yaxşı bir hilədir. Hilə ilə tərakillərinizi da göstərə bilərəm o birisi videolarda. Yani böyle bir şeyler var. İstediğiniz kadar gün dayanabilirsiniz yani bununla. Siz hərəkət də eləməsəniz, yani dünyanın en çok şeydir, listeye girebilirsiniz yani oradaki. O kadar deyim çünkü bakın uşağı direkt bir saniyede divarların içinden çekerek kurtarabilirsiniz çünkü. Hiçbir şey eləmədən. Buna bakın. Всё. Hələ şeydir, Kilaura yaşan kimi də всё yani. Yanansa şeydir. Bakın. Ben size bu videoda onu da gösteririm. İkisini de gösteririm. Bu kadar yani. Başa saldım bunları. İndi bir buradan çıxaq. Dostlar getiniz. Hə yox, buradasınız. Bakın ne yaparsınız? Roblox silirsiniz. Ben silmirəm tabii ki, yani yüklüdür. Google'a girirsiniz. Tez başlasın. Ben bir çıxım. Bir dəqiqə. Bir bunu atın belə bir. Hə, belə bir Google'a girirsiniz. Axtarın. Delta Editor. En üsttekine tıklayırsınız. Bu farklı yazı da olabilir. Farklı yoktu. Android telefonunuz neredeyse yani şeydi, modeli neredeyse ona tıklayırsınız. Biraz böyle bir aşağıya getsiniz. Burada Dovlantlom reklamzat gelecekti burada. Ben bir reklamlar şey. Ha dostlar, reklamlar kurtardı. Şimdi biraz daha aşağıya getsiniz. Böyle bir şeyler gelebilir. Bunları çıkardım. Burada aramaya basmışsınız dostlar. Arama 32'ye basmışsınız. Üsttekine bassınız. Yine bir Dovlant. Ha dostlar, keçdim. Bura geldi sizde ama indi məndə gəlmir də prosto. Burada üstte bir şey gelecek, ona tıklayacağınız. Sonra yükleyeceğiniz. Her şeye izin verin ne değilse. Sonra girirsiniz. Yani bir tane onu da size başa salım. Şey anahtarı isteyecekti. Orada yazma yerinin en altındakine 2 defa tıklayın. Sonra orada bir 5 saniye sizi gösterecek. Johnny'ye basın. Bir şeyler gelecek. Böyle reklam gelecek. Çıkın. Tezden sonra basın. Çıkın. Sonra altta biraz alta gidin. Bir şey site gelecekti. Sonra biraz alta gidin. Basın. Tıklayın. Yani tıklayın. Çıkın. Tıklayın. Çıkın hamısına. Orada say belirleyecekti. Orada basın. Yani indi ben göstərə bilmirəm də hilə yüklədiyim için. Sonra altta bir şey olacaktı. Belə tamam. Sonra basınız ona da. Bir tane kod çıkacaktı. Onu kopyalayın. Gedin çeyleyin. Sonra buluta girirsiniz.
Onları zaten gösterdim. Yani bu kadar. Videomuz bu kadar idi. Bay bay.